Başlayalım. Şahap. Ben. Qonaqlarımız, hörmətli əməkdaşlar, hörmətli tələbələr. Bugünkü tədbirimizin əsas məramı, məqsədi, deməli, əvvəlcə qonağımıza təqdim edeyim. İtibar müəllim, deməli, mədəniyyətin və milli ənənələrin təbliği İctimai Birliyinin sədridir. Və bugünkü tədbirimizin də adı, deməli, Göyçə aşıq sənəti ənənələridir. Bugün belə qərarlaşdıq ki, siz gənclərlə İtibar müəllimin və onun komandasının görüşünü keçirdək. Yəni, sizin üçün də maraqlı olar. Həm milli aşıq sənətinin ənənələrindən məlumatınız olar, həm də bu biz həmişə aşıq sənəti bilirsiniz də, bizdə tarixən həmişə buna xüsusi rəğbət olub və bugün də o yaşamaqdadır. Ona görə də mən çox vaxtınızı almayayım. Onda İtibar müəllim, siz buyurun, elə əməkdaşlar, gənclərimiz qarşısında çıxışınızı. Çox sağ olun, hamınızı salamlayıram. Biz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstək Agentliğinin dəstəyi ilə biz bu layihəni həyata keçirdik. Göyçə aşıq sənəti ənənələri. Əvvəla, bugün Göyçə bildiyiniz kimi bu Qərbi Azərbaycan deyilən bizim bir tarixi torpaqlarımıza aid olan, o coğrafiyaya daxil olan bir məkandır. Bugün Göyçə haqqında bizim belə danışmamız o demək deyil ki, əvvəllər biz bunu unutmuşduq. Sadəcə əvvəllər bizdə Qarabağ var idi. İndi Qarabağ artıq yerlədir. Qarabağ problemini biz həll etdik tamamilə. Və indi biz Qərbi Azərbaycan haqqında danışırıq. O cümlədən Göyçə haqqında danışırıq. Amma biz bugün Göyçə haqqında danışırıq ona görə ki, biz Qarabağımızı aldıq və bunu qanımız, canımız bahasına aldıq və bu yolda cəngavərlərimizi itirdik, şəhidlər verdik, qazilərimiz oldu. Biz şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edirik. Allah rəhmət olsun. Mən dövründə yüz minlərlə Azərbaycanlı, bizim Azərbaycanlı türklərimiz o torpaqlardan qovulub, ermənilər qovulub. Amma bunlar nəyi də qova bilsələr oradan, onlar oradan bizim adımızı çıxara bilməyiblər, onlar oradan bizim tariximizi çıxara bilməyiblər, mədəniyyətimizi və dəyərlərimizi çıxara bilməyiblər. Bugün də ermənilərin baş ağrısı bizim oradakı məscidlərimizdir, bugün də baş ağrısı bizim oradakı qəbristanlıqlarımızdır, bugün də baş ağrısı orada bizim belə sənət nümunələrimizdir ki, onlar onu oradan deportasiya edə bilmirlər. Nəyə görə? Çünki hər bir daş qaldıranda onun altından bir Azərbaycan tarixi çıxır, bir Azərbaycanlı çıxır, belə obrazlı desək. Ona görə müraciət etdik. Onların məqsədləri, məqsəd odur ki, gələcək Azərbaycanın gələcək nəsli ilə keçmiş tarix arasında bir bağ var. O bağa bax, həmin o qəbristanlıqlardır, belə sənət nümunələrdir, aşıq sənət nümunələrdir ki, onlar o bağı təşkil edir. Və bunların məqsədi ondan ibarətdir ki, o bağı məhv etsinlər. Ki, biz sabahları o torpağa qaydanda, və biz qaydacıyıq, mütləq, biz o torpağa qaydanda və bizdən soruşanda ki, hansısa bir gəncdən soruşanda ki, sən bu torpağa nəyə görə gəlmişsən? O deyəndə ki, bu torpaq mənim tarixi torpağımdır, istinad nöqtəsi tapa bilməsin. Ona görə onlar bizim qəbristanlıqları məhv edirlər, ona görə onlar bizim ənənələrimizi məhv edirlər. İndi burada Göyçə aşıq sənəti ənənələri ilə bağlı bir şah təqdim edəcəm. Orada Xətai müəllim danışıb. Xətai müəllim Gəl. Xətai müəllim Dədə Aşıq Ələsgərin nəticəsidir. Misal üçün, o Aşıq Ələsgərin oradakı qəbrini də onlar dağıdıblar. Yəni, dağıtmaqla təbii ki, heç nə alınmır, heç nə olmur, heç nə baş vermir. Yəni,
ad yerində qalır, mənəviyyat yerində qalır, mədəniyyət yerində, onlar fiziki məhv edirlər. Yəni, erməninin gücü ancaq buna çatır ki, hər şeyi fiziki cəhətdən məhv etsin. Amma mənən, mənəvi dəyərlər baxımından, mədəniyyət baxımından onlar heç nə edə bilmirlər. Ona görə mən təklif edərdim ki, bir dənə bu filmə 17 dəqiqəlik çarpı, ona baxarsınız, məlumatınız olsun, sonra ətrafında bir qısa bir müzakirə edərik. Buyurun. Göyçə mühiti çox belə zəngin bir mühiti var idi. Hər tərəfdən sıra dağlar idi. Göyçə gölünün ətrafındaydı bu dağlar və Göyçə gölünün ətrafında da bütün kəndlər idi. Vaxtilə dəniz səviyyəsində 2000 metrə yüksəklikdə yerləşirdi. Vaxtilə o ərazidə demək olar ki, hamısı türklər yaşayıblar. Bir növ Göyçə mahalı, aşıq sənəti orada çox böyük inkişaf edibdir. Yəni, bugünkü gündə Göyçə deyəndə ilk növbədə aşıqlar yada düşür və xüsusilə Dədə Ələsgər yada düşür. Çox hüsünkar gözəlliyi var idi. Demək olar ki, 6 ay yaz ayları olardı, güllü çiçəkli. 6 aydan sonra soyuqlar düşərdi, sərt qışı olardı. Yaz gələndə gül çiçək o qədər gözəl açardı ki, arıların işləməsi böyük bir musiqiyi sanki dinləyirsən, bax o dərəcədə. Aşıq sənəti üçün mütləq doğulmaq lazımdır. Yəni, öyrənməklə aşıq olmaq olmaz. Öyrənməklə sən yalnız biliyini zənginləşdirə bilərsən. Amma aşıq olmaq üçün mütləq aşıq doğulmaq lazımdır. Tovuzdan, Qazaxdan, Gəncədən, Kəlbəcərdən, Göyçədən şair də olmur, aşıq olur. Birbaşa aşıq doğulur bu insanlar. Bu sənət üçün də mütləq aşıq doğulmalısan. Ona görə də mütləq bu sənət üçün o bölgə çox böyük əhəmiyyət kəsb edir. Dədə Ələsgəri də Ələsgər eləyən Göyçə mahalı olubdur. O mahalın demək olar ki, hamısı, söhbət ondan getmir ki, bunlar hamısı aşıq olmalıdır. Aşıq qədər o sənəti bilirdilər. Göyçə mühiti aşıqları yetişdirdi. Məsələn, Aşıq Ələsgər kimi belə dahi bir sənətkarı Göyçə mühiti idi ki, yetişdirdi. Göyçədə ümumiyyətlə Göyçədə el şairləri olub ki, halbuki bunların da bilavasitə çox əksəriyyəti istəyib ki, məclislərdə bunların sözləri oxunsun. Bir növ biri-birindən həmişə konkurensiya olubdur da. Bu baxımdan çox dəyərli şairlərimiz burada yetişiblər. Xüsusilə aşıqlıq sənəti də bayaq dediyim kimi ən çox deyərdim ki, Göyçə mühitində aşıq sənəti yetişib. Çünki aşıqlarımız da belə idi ki, hər belə deyim də əlinə saz alan aşıq ola bilməzdi. Orada sanki bütün insanlar bu sənəti dərindən bilirdi. O da məclisə hər adam aşıq kimi gəlib məclisi idarə edə bilməzdi. Çünki tamaşaçılar daha çox bilirdi. Odur ki, aşıq olan mütləq ustad yanında püxtələşməli idi. Məsələn, Aşıq Ələsgərin özünün şəriətlərinin birinin eləsi var ki, 8 il, 10 il ona qulluq edən şəriətlər olubdur. Budur ki, məsələn, onlar heç vaxt məğlub olmurlar. Həmişə bütün məclislərdə sözlərini deyə biliblər. Allah ustadlarımıza rəhmət eləsin, Dədə Ələsgərə də
başda olmaqla Dədə Əliyə, Xəstə Qasıma, Aşıq Abbas Tufarqanlıya, Qurbani, Dədə Qurbanidən bu sənət gəlir və nəhayət Aşıq Ədalət. Bu sənəti, əzizlərim, ancaq ruh adamları ifa eləyə bilər. Başqa cür bu sənəti ifa eləmək mümkün deyil. İstər ifaçı aşıqlar olsun, oxuyan vaxtı. O səsin işləməyi də yenə də ruha bağlıdır. Sən ruhda deyilsənsə də, heç cürə sən onu istədiyin kimi ifa eləyə bilməzsən. Mütləq aşıq ruhda olmalıdır, təbdə olmalıdır. Aşıq sənəti bu qədər böyük bir sənətdir. Göyçə, məsələn, aşıq məktəbi belə olub ki, orada çox ustad, böyük ustadlar yetişdirildiyinə görə, orada məhz ən çox ədəb-ərkana, daha çox biliyə, daha çox, məsələn, belə deyim, o dövrdə dəyişmələr olub, bir-birini bağlamalar olubdur. Məsələn, hansı aşığın, məsələn, bir-birinə, məsələn, bağlama yazıbdır, onu hansı aşıq aça bilib, aça bilməyib. Hətta o dövrdə nəyə görə, məsələn, tutaq ki, Aşıq Ələsgər bu cür, belə deyim də, bugünkü günümüzdə ən zirvəyə qalxdı. Məsələn, Xəstə Qasım, məsələn, açılmayan bağlamalarını, məsələn, Aşıq Ələsgər açıb. Bunu da ki, təbii ki, o dövrdə, məsələn, aşıqlar yetişəndə əsasən deyirdilər, görəsən, hansı aşıq daha güclü olar, məsələn, el arasında söhbətlər gəzərdi. Və müəyyən məsələlərdə tutaq ki, aşıqlara suallar verilərdi. Hansı aşıq, məsələn, onu açardısa, o el içində nüfuza malik olardı. Məhz bu baxımdan o aşıq sənəti Göyçədə xüsusilə aşıq kimi formalaşıbdır. Sırf aşığı orada, o dövrdə tutaq ki, məsələn, Aşıq Ələsgərə bəzən görsən, haqq aşığı deyirlər. Məsələn, bu haqq aşığı ancaq, belə deyim də, onun alğışı olardı, tutaq ki, qarğışı olardı Dədə Qorqud kimi. Və özünü aparmağı bacarırdılar. Məsələn, Ələsgərin şeirində də var da, aşıqlığın düsturunu deyibdir. Aşıq necə olmalıdır? Yəni, bu həqiqətən elədir ki, məsələn, aşıq oturuşunu, duruşunu elə olmalıdır ki, az danışmağı, xalqa düzgün, doğru söyləməsi, bunun hamısı aşıqda cəmləşməlidir. Aşıqlar da haqqın carcısı olublar və düzgün, doğru yol həmişə göstəriblər. Birbaşa ün məsələsidir. İlahidən gələn ün, səs. Sən öz ruhunu o səsə, o ünə təslim eləməlisən ifa zamanı. Ruhanini ifa eləyəndə, dilqəmini ifa eləyəndə. Bir də ki, hər havanın öz, belə deyək də, ruh məqamı var. Sən yanıq kərəmini ifa eləyəndə mütləq o ruhda qəmlənməlisən. Sazın dinləyiciyə onun necə bir təbdə olduğunu göstərməlisən, necə bir ruhda olduğunu göstərməlisən. Bir ifada ki, yanıq kərəmini, sən kərəmin yandığını dərk eləməsən, onu ifa eləyə bilməzsən. İfa zamanı sən kərəm kimi yanmasan, onu ifa eləyə bilməzsən. Göyçədə çünki ən belə dəyər verilən aşıq olardı. Ən hörmətçil adamlar aşıqlar idi. Çünki müəllimlər, təbii ki, müəllimlərə hamı hörmət qoyardı. Müəllim olan yerdə, tutaq ki, biz dayanmazdıq. Haradakı müəllim dayanıb onun yanından elə keçərdi ki, bizi görməsin. Yəni, o dəyərlər var idi. Amma aşıqlar xüsusilə bir ozanlıq sənətini daşıyırdı. Oradan hamı onlara hörmətlə yanaşardılar. Məsələn, hansısa bir aşıq gələndə hamısı ayağa qalxardı ki, gəl, filan aşıq gəlibdir məclisə. Bir də ki, məclisdə hamı onu dinləyərdi.
Yəni bir kəlmə məsələn heç kəsin ağzından başqa söz çıxmazdı, hamı qulaq asardı. Bu da təbii ki, aşığın belə deyim də necə qüdrətə sahib olmağını göstərirdi ki, hansı səviyyədədir bu aşıq. Bu mənada aşıqlıq orada sanki ən yüksək səviyyədə baxılırdı. Təbii ki, onda da məsələn aşıq inkişaf edəcəkdi. Aşıq el ağsaqqalı idi, el atası idi, aşıq bir ozan idi. Yəni o iki məsələn qanı belə deyim də qanlıq söhbəti kəsərdi. Məsələn onun sözü söz olardı. Əysi adam qarışdırar aranı, bayquşda adəti sever veranı, kola bənzətməklə karvan qıranı, oddarsan köz olmaz, külə qarışar. Aşıq Alı, Aşıq Ələsgər, Ağ Aşıq, bunların tarixini bilməyən bir cəmiyyətə sən bu sazı sevdirə bilməzsən. Mütləqdir ki, həm də ki, xalqımız da bu sahədə çoxlu oxumalıdır, savadlanmalıdır. Xüsusən də gənclərimiz, bizim işimiz uşaqları ibtidai öyrətməkdir. Yəni, birinci sinifdən əlindən təzə saz öyrədib onlara bu sənəti aşılamaqdır. Göyçə aşıq sənəti həqiqətən də belə dediyim kimi sanki elə aşıq sənətin elə beşiyidir, belə deyim də. Çünki orada hər ailədə demək olar ki, saz var idi. Hər ailədə saz var idi. Sonra böyük maraq var idi. Tutaq ki, saza böyük maraq var idi, aşığa böyük maraq var idi. Bu da təbii ki, yetişməli idi də. Bir də mühit yetişdirirdi. Və dediyim kimi, tutaq ki, qış vaxtı heç bir adam, heç bir iş olmazdı. Bir aşıq danışardı, söhbət eləyərdi və ailədə, məsələn, belə söhbətlər gedərdi. Maraqlı suallar saxlayardılar ki, falan aşıq gələndə ondan soruşaq. Buna görə də maraq olduğuna görə bu sənət inkişaf edirdi. O Göyçə aşıqları bütün Azərbaycanımızın hər yerinə gəlirdilər. Məsələn, yay vaxtı olsun, tutaq ki, toylara gəlirdi Aşıq Ələsgərin özü bütün, demək olar ki, Türk dünyasının hər yerinə gedib. Aşıq kimi gedibdir. Özündən var şəhərləri gedib. Və təbii ki, həmin yerdə də aşıqlarla bunlar qabaqlaşıblar. Məsələn, bir çox xatirələr var. Aşıq Ələsgər tutaq ki, yeni şeir növü yaradıb. Dodaq dəyməz, dil dönməz şeir növü yaradıbdır. Gəldi yaz ayları həsrət çəkər xak. Deyər Neysan gələ, yağa, yağa. Lənət şeytana de, şər işdən əl çək. Şeytan səni salar ayağa. Səyyət dəryalarda alar, cəngələ. Həsrət çəkər, çiskin gələ, cəngələ. Əzrail sinəni çəkər cəngələ. Qəssal qəss eləyər, ay, ağa. Keçən gəncər, gəl erkəkli gərdişi. Dəllək çağır, çəkdirəcən gərdişi. Qəzanın qədəri, çarxın gərdişi. Sərsəri tez salar ayağa. Deyər Ələsgər, yaxşı deyil, aya nə? Gizlin, sirrin naxaq saldın ayağına. Çırağın ki ilahidən hayana, ehtiyacın nədir yağa. Yəni bu dodaq dəyməzdir, təznisdir. Və burada bütün bəndlərə baxırsan ki, hamısı ibrətamizdir. Yəni gərək insan, əgər deyək, sənin çırağın ilahidən ki yanırsa, sənin o çırıya ehtiyacın yoxdur, işığa, yəni Allahdan gəlməlidir o işıq. Ümumiyyətlə, bugünkü günümüzdə Göyçə aşıq məktəbi demək olar ki, o səviyyədə deyil. Yəni, tamamilə Göyçə dağılandan sonra hərə bir tərəfə düşdü. Çünki birinci ev qayğıları gündəlik dolanışacaq. Məcbur elədik insanlar hərə bir səmtdə bir qismət çörəyini çıxartsın. Bu baxımdan Göyçə aşıq məktəbi sanki zincir sındı da. Amma yenə də bu aşıq sənətinə məşğul olanlar var.
Mən inanıram ki, bayaq dediyim kimi Ələsgər yenə tək o torpaq yetişdirdi. İnanıram ki, o Göyçə mühiti yenidən Ələsgərlər yetişdirəcəkdir. Çünki mühit çox şey deməkdir. İnsan ora düşəndə istər-istəməz mühitdə formalaşır. Mən inanıram ki, əgər o torpaqlara yenidən qayıtsaq, mütləq təzədən o zəncir bərpa olacaqdır. Biz bu illəri Xətai müəllimlə qərara aldıq ki, Dədə Ələsgər Ocağı İctimai Birliyinin nəzdində Ozan məktəbini yaradaq. Və bu gözəl təşəbbüsümüz də alındı. Artıq ondan çox şagirdimiz var. Bir neçə qrupla biz dərs keçirik. Şagirdlərimizin də Azərbaycanın istənilən bölgəsindən sazı sevən şagirdlərimiz təşrif buyururlar. Bu sənəti öyrənməyə çalışırlar. Hal-hazırda biz bir ildir fəaliyyət göstəririk. Bu bir ildə də ondan çox şagirdimiz var. İfalarını da dinlədiniz. Ümid edirəm ki, bir il ərzində uşaqların müəyyən qədər ifa eləməsi qənaətbəxşdir. Bir gün eşidəcəyik ki, artıq ora köç başlanılır. Mən ona çox inanıram. Mənim orada otağımda da var, kəndimizin şəklini asmışam divardan. Hər gün ona baxıram və fikirləşirəm ki, görəsən o gün gəlsin, gedim. İlk növbədə Dədə Ələsgərin o qəbrini gedim ziyarət edeyim. Düzdür, qəbir üstü daşı sındırıblar, amma qəbrin yeri durur. Bugün Qərbi Azərbaycanlıların görkəmli nümayəndəsinin, abidəsinin ucaldılması təbii olaraq ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün Qərbi Azərbaycanlıları yenə də bir amal uğrunda və bütün Azərbaycan xalqını birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız, gün gələcək. Biz Aşıq Ələsgərin dağıdılmış, ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcək. Vaxtilə dəniz səviyyəsində 2000 metrə yüksəklikdə yerləşirdi. Vaxtilə o ərazidə demək olar ki, hamısı türklər yaşayırlar. Bir növ Göyçə mahalı, aşıq sənəti orada çox böyük inkişaf edirdi. Yəni, üçüncü gündə Göyçə deyəndə ilk növbədə aşıqlar yada düşür, xüsusilə Dədə Ələsgər yada düşür. Çox üstünkar gözəlliyi var idi. Demək olar ki, 6 ay yaz ayları vardı, güllü çiçəkli. 6 aydan sonra soyuqlar düşərdi, sərt qışırlar. Yaz gələndə gül çiçək o qədər gözəl açardı ki, arıların işləməsi böyük bir musiqi sanki bilmirsən, bax o dərəcədə. Aşıq sənəti üçün mütləq doğulmaq lazımdır. Yəni, öyrənməklə aşıq olmaq olmaz. Öyrənməklə sən yalnız biliyini zənginləşdirə bilərsən. Amma aşıq olmaq üçün mütləq aşıq doğulmaq lazımdır. Tovuzdan, Qazaxdan, Gəncədən, Kəlbəcərdən, Göyçədən şəhid olur, aşıq olur. Birbaşa aşıq doğulur bu insanlar. Bu sənət üçün də mütləq aşıq doğulmalıdır. Ona görə də mütləq bu sənət üçün o bölgə çox böyük əhəmiyyət kəsdir. Dədə Ələsgəri də Ələsgər edən
Göyçə mahalı olubdur. Bu mahalın demək olar ki, hamısı söhbət ona getmir ki, bunlar hamısı aşıq olmalıdır. Aşıq qədər o sənətə bilirlər. Göyçə mühiti aşıqları yetişdirdi. Məsələn, Aşıq Ələsgər kimi dahi bir sənətkarı Göyçə mühiti idi ki, yetişdirdi. Göyçədə ümumiyyətlə Göyçədə el şairlər olub ki, halbuki bunların da bir vasitə çox əksəriyyəti istəyir ki, məclislərdə bunların sözlər oxunsun. Bir-birindən həmişə konkurensiya olmuşdular. Bu baxımdan çox dəyərli şairlərimiz burada yetişiblər. Xüsusilə aşıqlıq sənətində bəyət ediyim kimi ən çox dəyərli Göyçə mühitində aşıq sənəti yetişir. Çünki aşıqlarımız da belədir ki, hər belə deyim də, əlinə sadılan aşıq ola bilməzdir. Orada sanki bütün insanlar bu sənəti dərinə bilir. O da məclisə hər adam aşıq kimi gəlib məclisi idarə edə bilməzdir. Çünki tamaşaçılar daha çox bilir. Odur ki, aşıq olan mütləq ustad yanında eləşməliyim. Sən Aşıq Ələsgərin özü şəhidlərinin bir eləsi var ki, 8 il, 10 il ona qulluq edən şəhidlər olur. Budur ki, insanlar heç vaxt məlum olmuşlar, həmişə bütün məclislərdə sözlərini deyə bilirlər. İfadə edirlər. Yenə də ruha bağlıdır, sərv bağlıdır. Təbir sənəti. Çox ustad ölkəmə, daha çox biliyə, birbirini bağlamalar oldu. Hansı vaxtında, bugünkü günümüzdə ondakı təbii ki, söhbətlər gəzərdi. Və müəyyən məsələlərdə buradakı aşıqlara suallar verilərdi. Hansından bu aşıq sənəti Göyçələr ki, sən Aşıq Ələsgərə bəzən görürlər ki, qarışıq sən Ələsgər ki, məsələn, aşıq oturuşunu, yürüşünü, hamısı sən aşıqda cəmləşmək. Göyçədə çünki ən belə dəyər verilən aşıqlardır. Ən hörmətçi adamlar aşıqlar idi. Çünki müəllimlər, təbii ki, müəllimlərə hamı hörmət qoyardı. Müəllim olan yerdə biz dayanmazdıq. Aradakı müəllim dayanıb onun yanından elə keçərdi ki, bizi görməsin. Yəni o dəyərlər var idi. Amma aşıqlar, xüsusilə ozanlıq sənətini daşıyırdı. Orada hamı onlara hörmətlə yanaşardılar. Sən hansısa bir aşıq gələn hamısı ayağa qalxardı ki, gəlib, bundan aşıq gəlir məclisə. Düzdəki məclisdə hamı onu dinləyərdi. Yəni, bir kəlmə məsələn, heç kəsin ağzından başqa söz çıxmazdı, hamı qulaq asardı. Bu da təbii ki, aşığın necə qüdrətə sahib olmasını göstərdi ki, hansı səviyyədən bu aşıq. Bu mənada aşıqlıq burada sanki ən yüksək səviyyədə baxdırdı. Təbii ki, onda da aşıq inkişaf edəcək. Aşıq El atası idi, aşıq bir ozan idi. Yəni, o iki, məsələn, qanun belədiyində qanun söhbəti kəsərdi. Sən onun sözü söz olar. Lay 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 lay
sever viranı, kola benzetmeyle karvan viranı, ondan sonra köz olmaz, küle karşı. Aşıq Alı, Aşıq Ələsgər, Ağ Aşıq, bunların tarixini bilməyən bir cəmiyyətə sən bu sazı sevdirə bilməzsən. Mütləqdir ki, həm də ki, xalqımız da bu sahədə çoxlu oxumalıdır, savadlanmalıdır. Xüsusən də gənclərimiz, bizim işimiz uşaqları ibtidai öyrətməkdir. Yəni, birinci sinifdən əlindən təzə saz öyrədib onlara bu sənəti aşılamaqdır. Göyçə aşıq sənəti həqiqətən də belə dediyim kimi sanki elə aşıq sənətin elə beşiyi belə deyim də. Çünki orada hər ailədə demək olar ki, saz var. Hər ailədə saz var idi. Sonra böyük maraq var idi. Sanki saza böyük maraq var idi, aşığa böyük maraq var idi. Bu da təbii ki, yetişməliydi. Bir də ümid yetişdi. Və dediyim kimi, ki, qış vaxtı heç bir adam, heç bir iş olmazdı. Bir aşıq tanışardı, söhbət edirdi və ailədə sənin belə söhbətlər gedərdi. Maraqlı suallar saxlayardılar ki, anlaşıq gələndə ondan soruşardı. Buna görə də maraq olduğuna görə bu sənət inkişaf edir. O Göyçə aşıqları bütün Azərbaycanımızın hər yerinə gəlirdi. Yay vaxtı olsun, toylara gələn aşıq Ələsgərin özü demək olar ki, Türk dünyasının hər yerinə gedib. Aşıq kimi gelirdi. Özündən var şəhərləri gedib. Və təbii ki, həmin yerdə də aşıqlarla var, qabaqlaşıblar. Məsələn, biz çox xatirələr var. Aşıq Ələsgər yeni şeir növü yaradıb. Dodaq dəyməz, dönməz növü yaradıb. Gəldi yaz ayları həsrət çəkər hakim. Deyər Neysan yerə, yağa, lənət şeytana ki, şər işlənəcək. Şeytan sən sağa, hüvəya. Səyyah dəryalarda alar, cəngələ, həsrət çəkər, singələ, cəngələ. Əzrail sinəmi çəkər, cəngələ, qəssab qəssiylər, ağa. Keçən gəlsə, gələk etdi gəldişi, dəllək çarpı çəkdirəcən gəldişi, kəzanın qədəri, çarxın gəldişi, sərsəri tez salar ayağa. Deyir Ələsgər yaxşı deyil ayağına, gizlin sirrin naxar saldın ayağına, çırağın ki ilahidən ayağına, ehtiyacın nəzrə yağa. Yəni bu da səyməzdir səzmişdir. Və burada bütün dərdlərə baxsan ki, hansı bir adamız, yəni gələk insan əgər deyilsən, çırağın ilahidən etməmişsə, sənin o çırıya ehtiyacın yox, işığa yəni Allah'dan yanına o işıq. Ümumiyyətlə, bugünkü günümüzdə Göyçə aşıq məktəbi demək olar ki, o səviyyədə deyildi. Yəni, tamamilə Göyçə dağılandan sonra hər bir tərəfə düşdü. Çünki birinci ev qayğıları gündəlik dolanışıca məcburiyyət insanlar hər bir sənətdə bir qismət şöyləni çıxartsın. Bu baxımdan Göyçə aşıq məktəbi sanki birinci sınıfda. Amma yenə də bu aşıq sənətlə məşğul olanlar var. Mən inanıram ki, bayaq dediyim kimi Ələsgər yeni tərkli torpaq yetişdirdi. İnanıram ki, Göyçə mühiti yenidən əsgərlər yetişdirəcəkdir. Çünki mühit çox şey deməkdir. İnsan ola düşəndə istər-istəməz mühitdə formalaşır. Mən inanıram ki, əgər o torpaqlara yerinə qoyarsa, mütləq təzələn olub, mühitdə olacaq. Siz bu illəri Xətai məclisindən qərara aldıq ki, Dədə Ələsgər Ocağı İctimai Birliyinin nəzdində Ozan məktəbini yaratmaq. Və bu gözəl təşəbbüsümüz də alındı. Artıq ondan çox şagirdimiz var. Bir neçə qrupla biz dərs keçirik. Şagirdlərimizin də Azərbaycanın İskəndər bölgəsindən Salı Selan şagirdlərimiz təşrif edirlər. Bu sənəti öyrənməyə çalışırlar. Hal-hazırda biz bir ildir fəaliyyət göstəririk. Bu bir ildə də ondan çox şagirdimiz var. İfalarını da bilməliyik. Ümid edirəm ki, bir il ərzində uşaqların müəyyən qədər ifa eləməsi qənaət bəxşdir.
hər gün ona baxıram, fikirləşirəm ki, görəsən o gün gəlsin, ilk növbədə Əziz Ələsgərin qəbrini yeri ziyarət edin. Düz qəbrin üstü taşı sındırıblar, amma qəbrin yeri budur. Bugün Qərbi Azərbaycanlıların görkəmli nümayəndəsinin, abidəsinin ucaldılması təbii olaraq ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün Qərbi Azərbaycanlıları yenə də bir amal uğrunda və bütün Azərbaycan xalqını birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik. İnanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək, biz Aşıq Ələsgərin dağıdılmış, ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Aktivsə kəndində buna oxşar mərasim keçirəcək. Çox operativ bizə və çox operativ tərcih. Demək olar ki, bu məsələ 2 gün ərzində baş tutdu demək olar ki. Ona görə çox dərindən təşəkkür edirəm. Təbii ki, qeyri-hökumət təşkilatlarına, dövlət dəstək agentliyinə təşəkkür edirəm ki, bizə fürsət yaratdı və biz bu layihəni icra etdik. Mən bu layihə ilə bağlı bir neçə məsələ deyil. İndi bax, elə sizlə bərabər mən də baxırdım. Orada ki, o görüntülər ki var, o kəndlərin görüntüləri, sonra Göyçə gölünün görüntüləri, biz o görüntüləri ermənilərin çəkdiyi və YouTube-a yerləşdirdiyi mənbələrdən götürmüşük. Başqa mənbə yoxdur. Vaxtilə Xalq Qeyri-Azərbaycan, Qərbi Azərbaycan Əziz Ələsgər İctimai Birliyinin, Ocağı İctimai Birliyinin sədr müavini təqdim edir. Üst giyiminizi verin, uşaqlar aslında. Niyə bir nasılsınız? Biz erməni mənbələrindən gətirmişik. Mən sizə bir şey deyim. Nəyə görə mən niyyətli olan mənzilində olam? 25 il mən Talih müəllimdir, Talih müəllimlə tələbə yoldaşıyam. Mən jurnalistlərlə məşğul olmuşam. ANS-də işləmişəm, APV-də işləmişəm, Asan Radio'da işləmişəm, belə. Və bu, belə deyək ki, gözünü açandan, jurnalistikada gözünü açandan, mən ancaq Qarabağ haqqında yazmışam, Şuşa haqqında yazmışam, işğal olmuş ərazilər haqqında bir, belə deyək də, o mübarizəyə bir öz qatqımı da verməyə çalışmışam. Güman edirəm ki, nəsə bacarmışam. Amma həmişə biz Şuşa haqqında yazanda, Ağdam haqqında yazanda, bunlar haqqında yazanda biz həmişə məcbur edirik ki, bir görüntü var da yazdıqlarımızın üstündə. Bu görüntüləri həmişə indiki kimi ermənilərin çəkdiklərindən görürük. İlk dəfə idi ki, mən Şuşaya gedim. Yəni, 25 il mən bunu kadr, bu bir məsələ. İkinci məsələ, müharibədən təxminən 2 il əvvəl bir erməni rejissoru var, Arşad Zakaryan. Bu, Qarabağda dayanır, belə orada yol nişanəsi var, Ağdam, Füzuli və Bakı. Və orada deyir ki, Ağdam bizdədir, Füzuli bizdədir, Bakınsa biz saxlayırıq ona görə ki, birdən özünüzü yaxşı aparmarsınız, biz bilək ki, Bakıya necə sataq. Bu, müharibədən təxminən 2 il əvvəl baş verdi, 2-3 il əvvəl. Mən o görüntü çox pis təsir eləmişdim. Mən onu götürdüm,
saxladım özümdə. Elə alındı ki, elə həmin o 2021-ci il avqustun birində mən gəldim, eynən, o necə geymişdisə də, başında papaq, əlində tutaq, eynən elə geyindim, getdim Şuşa qalasının qarşısında dayandım və dedim ki, sən Bakıya gəlmədin, mən səni gözlədim. Amma mən gəldim Şuşa qalasının qarşısına, burada da sən yoxsan, mən onu görmüşdüm, o ağlaya-ağlaya zingildiyə çıxıb qaçıb gedir. Amma biz bura gəldik, indi burada da bizim işarəyə zat ehtiyac yoxdur. Yəni, çünki bizim Qərbi Azərbaycan bizim buramızdadır. Biz indi ora gedirik və buna da işarəyə ehtiyac yoxdur. Mən əmin edirəm ki, biz nə vaxtsa gedəcəyik. Biz görməyəcəyik bunu, siz görəcəksiniz. Siz görəcəksiniz, amma siz gedəcəksiniz ora. Bu ikinci məsələ. Üçüncü məsələ ondan ibarətdir ki, 2026-cı il Dədə Ələsgərin UNESCO-da Dədə Ələsgər ili olacaq. 100 illiyi qeyd ediləcək. Vəfatının 100 illiyi qeyd ediləcək. Və təsəvvürünüzə gətirin ki, Azərbaycanı 2026-cı ildə Dədə Ələsgər adı ilə tanıyacaqlar. Dədə Ələsgər deyəcəklər, Azərbaycan deyəcəklər. Azərbaycan deyəcəklər, Dədə Ələsgər deyəcəklər. Bu çox böyük uğurdur, çox böyük nailiyyətdir. Mədəniyyətin, dəyərin, gücünü bax burada hiss olunur burada. Biz burada bilirdik ki, bu ad nə deməkdir. Ona görə bu sənəti, bu adları yaşatmaq bizim üçün vacibdir və ən əsası. Hər biriniz burada biznes və menecment fakültəsi. Sizin işiniz rəqəmlərində belə deyək də, həyatın ən dəqiq peşələrdən biridir. Rəqəm üstə gəl, üstəçilik, nə bilim, neynər, burçıq, axır bütçəni düzəltməlisiniz, dəndidə dərsiniz. Amma nə yazırsınızsa yazın, necə yazırsınızsa yazın, o yazdığınız hər bir rəqəmin arxasında bir dəyər dayanmalıdır. Bu, vətən dəyəri olmalıdır, böyük-kiçik dəyər olmalıdır, müəllim dəyəri olmalıdır. Yəni, bu dəyərlər olmasa, o rəqəmlər, o yazdıqlarınız və ümumiyyətlə həyat tamamilə bir mənasız bir vaxta çevrilir, bir zamana çevrilir. O dəyər olmasa. O dəyəri sizə bax, bu həm də bu aşıq sənəti öyrədir. O, mən demirəm, mən də siz həriniz əlinizə bir aşıq alın və burada nəsə deyil burada. Yox, o demək deyil. Amma o deməkdir ki, o dəyəri buradan da öyrənmək lazımdır. Mənbələrdən, əsas mənbələrdən biri aşıq sənətidir. Oradan öyrənmək lazımdır. Onlar gətirirlər bizə bu dəyəri, bizə çatdırırlar. Siz də bu dəyəri öz, belə deyək, gələcəyinizə çatdırasınız. Belə yaşayır xalq, belə yaşayır millət, belə yaşayır bizim tariximiz, ənənələrimiz. Və mən sözü Talih müəllimə vermək istəyirəm. Talih müəllim burada öz fikirlərini bölüşdüm. Göyçü aşıq sənəti haqqında danışanda yalnız mədəniyyət haqqında danışmır. Biz həm də tarix haqqında danışırıq. Çünki Azərbaycanın necə parçalandığını, necə işğal olunduğu torpaqlarını, hamısı bax, o sənəti öyrənəndə var. Mən sözü hörmətli Talih müəllimə verirəm. Çox sağ olun, İlqar bəy. Hörmətli əziz tələbələr, dəyərli müəllimlər və vaxtınızı ayırıb Mədəniyyət və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin həyata keçirdiyi bu layihə çərçivəsində olan tədbirə qatıldığınıza görə hər birinizə təşəkkürümü bildirirəm. Həqiqətən Etibar müəllim burada demək olar ki, həm aşıq sənəti ilə bağlı, həm millilik ilə bağlı, həm erməni vandalizminin Azərbaycan xalqına qarşı törətmiş olduğu vəhşiliklərlə bağlı qısa çıxışında çox detallı fikirləri səsləndirdi. Mən bunu gözləyirəm və inşallah Etibar müəllimin bu məzmunda çıxışları bundan da sonra çox olacaqdır. Özü qeyd elədi. Azərbaycanın müasir dövrünün ən parlaq jurnalistlərindən biri kimi biz Etibar müəllimin Azərbaycanın ən aparıcı telekanallarında çıxışlarının, efirdə necə izləyicilərin rəğbətini özündən cəlb edən
fikirlərinin şahid olunur və bu auditoriyada onun göstərdiyi bu kiçik performansla onu bir daha əyani sübutudur. Aşıq sənəti hər bir xalqının milli mənəvi kodlarında onun yaratmış olduğu maddi mədəni irsin mühüm əhəmiyyəti, mühüm rolu var. Türk xalqlarının da ən qədim yaradıcılıq sənəti və onun milli kimliyinin daşıyıcısı olan aşıq sənətidir. Və biz aşıq sözünü aşıqdan öncə ozan deyirdik və aşıqların sinəsində gəzdirdiyi saza da ondan öncə qopuz deyirdik. Və bu tarixin çox qədim dövrünə gedir çıxır. O dövr ki, hələ dövlət qurulmamışdı, Dədə Qorqudun zamanı idi, hələ insanlar icmahalıqda yaşayır. Yəni, saz, ozan sənəti Azərbaycan xalqının da mənsub olduğu Türk xalqlarının ta qədimdən milliliyinin bir simvoludur. Son 300 ildir ki, Azərbaycan xalqı müstəmləkə şəraitində yaşayır və mən deyərdim ki, bizim həm milliliyimizi, həm dilimizin saflığının qorunub saxlanmasında müstəsna rolu olan məhz aşıq sənətidir. Heç də sir deyil ki, bugün Güney Azərbaycanda milli haqlarımız uğrunda, dilimiz uğrunda aparılan mübarizəni məhz oradakı aşıqlarımız daha dolğun tərənnüm edir, daha real yaşadır və bugün dilimizin o saflığının qorunmasını istər Cənubi Azərbaycan olsun, istərsə də elə Azərbaycanın özündə. Məhz biz aşıq sənətdən başlayıq. Yenə deyirəm, yeganə sənətdir ki, aşıq sənəti Azərbaycan milli musiqisi içərisində Azərbaycan milli kimliyinin qədimliyi onun içərisindədir və kənar mədəni təsirlərə demək olar ki, heç məruz qalmıyor. Muğamımız ərəb və fars musiqisi ilə kifayət qədər zənginləşib bir şərq musiqi mədəniyyətidir. Nə bilim, estradanı biz sonradan müasir dövrün bir musiqi janrı kimi qəbul eləmişiksə, amma yeganə, yenə təkrar vurgulamaq istəyirəm ki, aşıq sənətidir ki, yalnız müxtəlif coğrafiyalarda yaşayan Türk xalqlarının milli kimliyinin qorunub saxlanmasında bu sənət bugün də yaşadılır. Etibar müəllim qeyd elədi Dədə Ələsgərlə bağlı və xatırlayırsınız, Cənab Prezidentin Qərbi Azərbaycan mövzusuna son toxunduğu tədbir Azərbaycan Milli Elmlər Akademiyasının 80-lik yubileyindəki çıxışı zamanı idi və ziyalılarımıza, elm adamlarımıza çağırış elədi ki, siz 100 il bundan öncəki elə bu torpaqları işğal edilmiş, mən o fikirlərin necə deyirlər, o altında olan fikirləri izahlı formada nəzərdə satılmaq istəyirəm ki, Rus xəritəşünaslıq elmində necə yazılıbsa, onları biz yenidən nəşr eləməliyik. Çünki orada Göyçə gölü yazılmışdı, Sevan gölü yazılmamışdı. Orada İrəvan yazılmışdı, İrəvan yazılmamışdı. Orada Zəngəzur yazılmışdı. İndiki erməni adları yox idi. Çünki o zaman coğrafiyada ermənilər demək olar ki, yaşamırdı. Təkrar birliyin anasıdır. Mən bilirəm ki, bu barədə məlumatlısınız. Amma bir cümlə onu deyim ki, ermənilərin Qərbi Azərbaycan torpaqlarına kütləvi köçü 1829-cu ildə İrəvan ərazisində erməni vilayətinin yaradılmasından sonra həm Qacar dövləti ərazisində, həm də Osmanlı dövlətinin ərazisindən köçürdü. Çox təəssüflər olsun ki, bugün bilərəkdən, bu günlərində cəmiyyətimizdə bu məsələ kifayət qədər səsli küylü müzakirə olunan məsələlərdən biridir. Rusların Azərbaycanın demək olar ki, gündəlik həyat tərzinə deyil, həm də elmimizə, tarix elmimizə elə bir stereotiplər yerədiblər ki, biz deyirik ki, 200 il bundan qabaq Azərbaycan ikiyə bölündü, Rusiya və İran arasında. O İran dediyimiz dövlətin adı nə idi? Qacarlar dövləti. Bu dövlətin qurucusu Azərbaycan Türk millətidir. Biz ikiyə parçalanmadıq. Sadəcə Rus imperiyası tarixdə belə hallarda yüzlərlə oldu. Gücləndi, Qacar dövlətinin ərazisinin bir hissəsini işğal elədi. Yəni Azərbaycanın şimalın Araz çayının üstlərində yerləşən şimal torpaqlarını Rusiya imperiyası işğal elədi. Biz ikiyə filana parçalanmadıq. Bizim 1813 Gürcistan 1828-ci il Türkmənistan müqaviləsində Rusiya torpaqlarımızı işğal edildi. Və bizə onu elə təqdim edirlər ki, İran və Osmanlı ərazisindən ermənilər, bu İran ərazisi deyildir, bu məsələ Qacarlar ərazisidir, Qacar dövlətinin ərazisidir. Biz deyirik, hardan gəlirlər? Təbrizdən gəlirlər, Ərdəbildən gəlirlər. Təbriz min illərdir Azərbaycan dövlətlərinin paytaxtıdır. Necə Təbriz İran şəhər olacaq?
Yəni bu baxımdan biz tarix elmimizə də nəhayət ki, bir milli baxış müəyyənləşdirilməlidir ki, bugün o proses gedir. Elə Cənab Prezidentin Akademiyanın 80-lik yubileyində toxunduğu məsələlərdən biri də o idi ki, xüsusilə də ən yeni Azərbaycan tarixi yenidən işlənməlidir, yenidən yazılmalıdır. Çünki zəfərlə zəngin olan tarix elə məhz bu ən yeni tariximizdir. O ki, qaldı Dədə Ələsgərlə bağlı, o barədə də Etibar müəllim çox dolğun fikir işlətdi ki, bugün Dədə Ələsgər o şəxsdir ki, demək olar ki, müasir Azərbaycan aşıq məktəbinin banisidir. Baxmayaraq ki, o Aşıq Alının şəhərdə olubdur, amma sənətdə Aşıq Alın da üstələmiş və onun yaradıcılığı məhz o taylı bu taylı Azərbaycan aşıq sənətində bir yüksəliş olub, zirvə olubdur. Onun şeirlərinin birində belə bir cümlə yekunlaşır ki, adım Ələsgərdir, özüm Göyçəli. Etibar müəllim dediyi kimi, növbəti il dünya səviyyəsində UNESCO xətti ilə Dədə Ələsgərin irsinin öyrənilməsi artıq ermənilərin bir daha saxtakar olduğunu nümayiş etdirəcəkdir, ortaya qoyacaqdır. Təəssüflər olsun ki, mən müəyyən üzrlü səbəbdən ünvandım bugünkü tədbirimizə, amma filmi izləmişəm və o filmdə də görürsünüz ki, Etibar müəllim kifayət qədər həm Dədə Ələsgərin nəticəsi Xətai müəllimlə müsahibə edilməsi, fikirləri səsləndirməsi, həm də o tarixi torpaqlarımıza bugün ermənilərin əldə olduğuna görə məhz erməni mənbələrinə istinad edilərək göstərir ki, o evlərin siz diqqət edirsiniz də, elə bilir ki, Azərbaycanın müxtəlif güşələrində olan Azərbaycan evləridir. Bir millətin ki, özünün mətbəxi yoxdur, bir millətin ki, özünün musiqisi yoxdur, oğluluğuna məşğuldur. Buna başqa nə qoyarsın ki, bu elə Allahın bədbaxtlıdır. Biz deyirik ki, ermənilərin dənizdən dənizə böyük Ermənistan ideologiyası var. Yalandır. Bu ideologiyanı ermənilərə Ruslar verir. Ruslar ona görə verirlər ki, ermənilər bu coğrafiyada Azərbaycanla, xüsusilə də Türkiyə ilə Orta Asiya türkləri arasında bir tampon bölgə yaratsın. İsti sulara, yəni Hind okeanından çıxmaq birinci Pyotrun vəsiyyəti olub. Ona görə də regionun türk müsəlman xalqına etibar etməyən Rus imperiyası regionda özünün vassallığını formalaşdırırdı, ermənilərin timsalını. Və 200 ildə onu o ideologiya ilə silahlandırıb ki, daim region xalqlarına, Azərbaycanlılara, digər xalqlara düşmən olsun. Çünki bu coğrafiyada yaşayır, bu coğrafiyanın xalqlarına düşmən olan bir toplum nə etməlidir? Həmişə imperiyanın ətəyindən yapışmalıdır. Bu baxımdan mən inanıram ki, bizim bütün Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim heyəti sizin milli ruhda, müasir bir kadr kimi yetişməsində əllərindən gələni əsirgəmir. İqtisad Universitetidir, üzr istəyirəm. Pedaqoji yanındadır. Yəni, bunu deməkdə fikrim nədir? Bugün doğrudan da Azərbaycanda xüsusilə qələbədən sonraki dövrün yetişən gəncliyi özünü daha özünə inamlı, daha müasir dövrün çağrışlarına cavab verəcək bir obrazda, bir amplada yetişməsində öz üzərində işləməlidir. Bəzən bizim bu mövzuda xüsusən şəhid ailələri, qazilərlə bağlı tədbirlərimizdə gənclərimizin sualı olur ki, bizim dünənki gəncliyimiz vətən uğrunda şəhid oldular, qazi oldular. Bugünkü gəncliyin vətən qarşısında missiyası nə olmalıdır? Onlar özünü vətənə necə faydalı övlad kimi? Xüsusilə də əziz gənclər, tələbələr, sizin digər həmyaşıdlarınızdan bu baxımdan şansınız, imkanınız daha çoxdur. Həm vəzifə öhdəniz, həm də mənəvi borcunuz ki, siz 21-ci əsrin yeni çağırışlarına uyğun olaraq öz sahənizin daha mükəmməl ixtisaslarının biliciləri olaraq xalqınızı həm də o istiqamətdə təmsil edəməlisiniz. Siz diqqət edirsiniz də, Kanadadan tutmuş Avstraliyaya qədər, uzaq şərqdən tutmuş Çili, Argentinaya qədər, yəni mən dünyanın görsüz tamam əks kütlərinin adını çəkirəm. Hər yerdə müharibə uzaqları dayanmadan artır. Yeni münaqişələr yaranır. Və heç də bu söz boşuna deyilmir ki, yeni dünya düzənidir. Yeni dünya düzənini biz 20-ci əsrdə 2 dəfə baş verdiyini şahid olmuşuq. Nə zamanlar olub bu? Biri, Birinci Dünya Müharibəsi zamanı, ikincisi də İkinci Dünya Müharibəsi zamanı.
Və üçüncü, yeni dünya düzənində heç şübhəsiz ki, müharibəsiz əmələ gəlməyəcək. Bax, bu müharibələr ona görədir. Bu müharibələrin fəsadları gətirib sonda o yeni dünya düzənini böyük müharibələrdən sonra çıxardır. Və bizim də gəncliyimiz sülədə müasir gənclik, yeni texnologiya, süni intellektə. Günənə qədər 21-ci əsrə bizim hörmətli müəllimlərimiz yaxşı bilir ki, internet əsri deyirik. İndi internet sözünün özü belə buradanmışıq. İndi artıq 21-ci əsrə süni intellekt əsri deyirlər. Bu süni intellekt məişətimizə daxil olmuyor. Artıq gənclərimiz yox, orta və yaşlı nəsil o çapıtı ilə danışırdı. Heç kəs bir-birinə söhbət eləmir. Dərdini açır ona deyir, ondan məsləhət istəyir. Yəni, bu dərəcədə süni intellekt həyatımıza daxil olur və biz imkan verməməliyik ki, bizim düşmənlərimiz bu sahədə bizi üstələsin. Mən hər birinizə təşəkkür edirəm və fürsətdən istifadə edib Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Agentliyinə də öz təşəkkürümü bildirmək istəyirəm ki, belə milli vətənpərvər layihələri dəstəkləməklə həm də gəncliyimizi milli ruhda yetişməsinə öz tövbəsini verir. Artıq zənginə bax, amma 5 dəqiqalıq etibar mənim təklif edir ki, bizim Şamiddiyin həm də qrupun birinin sinifkomudur. O Dədə Ələsgər yurdundandır. Ona görə 5 dəqiqalıq öz təəssüratını bölüşdün, elə yeri gəlmir. Mən Şamiddin Rəhimov, Aslan Qanlı kəndindəndir. Göyçə və Basakizin mahallandır. Anam isə Gürcüstanlı, o yəni Borçalı, Azərbaycanın bir hissəsi idi, Nadir Şah bir məsələ idi, əlbəttə ki. Yəni, ermənilər hücum edəndə, atam mənə danışmışdı, deyirdi ki, ermənilər hücum edəndə mənim atam, yəni mənim adımda, mən onun adını daşıyıram, yəni. Azərbaycan, yəni orada yaşayan əhali, kəndliləri Kamaza yığıb, yəni qaçırırlar buradan, erməni güllər hal-hazırda evləri. Yəni, qaçmağa kömək eləmişdi və hal-hazırda atamada deyirlər ki, yəni Qərb Azərbaycanlıların bir çoxunu bir araya yığıb, elə başlarına keçirmək istəyirlər, yəni çünki çox sahib edirlər. Atamın adı Məmməd Rəhimovdur, Rusiya xanlı, yəni Tarix yaşayıb, görürsün, bu nümunədir. Bu indi, qardaş burada həyəcanlıdır, amma bu nümunədir. Nümunədir ki, bizim tarix yaşayır. Görürsün, biz evlərdə danışırıq. Evlərdə danışırıq ki, bu bilir də, ata danışır, ana danışır, evlad bilir, onun da evladı biləcək, onun evladı, özü də evladı da inşallah gelib çıxacaqlar bura. Başa düşün. Bu bir mənalı belədir. Mən sizə bir şey deyim. Deməli, biz həmişə Cənab Prezidentdən, həm İlqar Əliyevlə, həm İlham Əliyevlə mən müxtəlif səfərlərdə olmuşam, izləyicilərimiz. Oradakı ermənilər də üzrə gələndə, sol üçün, hətta Vardan Askanyanla da, belə deyək də, istər-istəməz insanın içində bir alov, belə deyək, alovlanır insan ki, yəni, necə ola bilər də? Yəni, biz bu müddətdə başı aşağı gəzirdik və onlar da bilərəkdən belə qürurlu gəzirdilər ki, yəni, biz sizi köklürdük də, indi əksinədir. Vaxt gələcək, mən əminəm ki, bu qrupdan hamıda olmasa, heç olmasa 2 nəfər, 3 nəfər nə vaxtsa erməni ilə üzrə gələcəkdir və erməninin başı aşağı gəzdiyinin şahidi olacaq. Biz qürurla gəzəcəyik, artıq biz. Ona görə yox ki, Qarabağı düzəldik. Ona görə ki, Zəngəzur artıq Azərbaycandır. Ona görə ki, Göyçə artıq Azərbaycan olacaq. Ona görə ki, Qərbi Azərbaycan Azərbaycandır. Vəssalam. Çox sağ olun. Universitetin rəhbərliyinə təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun. Fakültənin rəhbərliyinə təşəkkür edirəm. Çox sağ olun. Biz də sizə təşəkkür edirik.